Abraham Lincoln ABŞ siyasi tarixində yalnız prezident kimi deyil, həm də dövlətçilik nəzəriyyəsinin transformasiya edici aktoru kimi çıxış etmişdi. Onun siyasi davranış modeli rasional və irrasional komponentlərin balansı, institusional modelləşmə və legitimlik qavrayışının yeni interpretasiyası ilə səciyyələnirdi. Lincoln hakimiyyətə yüksəlişi sosial mobillik və meritokratiyanın institusional gücü konsepsiyalarını təcəssüm etdirirdi. Yoxsul ailə doğulmasına baxmayaraq, o siyasi kapitalını şəxsi resurslardan deyil, ideya və prinsipal mövqedən formalaşdırmışdı. Onun liderlik tipologiyasını siyasi psixologiyada iki kateqoriyada qiymətləndirmək olar. Rasional komponentlər cəhətdən, irrasional komponentlər cəhətdən. Rasional komponentlər cəhətdən qərarları strukturlaşdırılmış, situasiyanın obyektiv analiz üzərində qurulmuş, uzunmüddətli strateji perspektivə malik idi. İrrasional komponentlər cəhətdən isə yüksək emosional empatiya, humanist orientasiya və simvolik nitqlər vasitəsilə kütlə şüuruna təsir göstərirdi. Lincolnin ən böyük siyasi addımı azadlıq bəyannaməsi idi. O, təsadüfi hüquqi akt deyildi. Dövlətin ideoloji arxitekturasını yenidən dizayn edən normativ inqilab rolunu oynayan bir sənəd idi. Bu sənəd ABŞ siyasi sistemini, fayda şəxsiyyət balansını kökündən dəyişdirmişdi və dövlətin legitimlik bazasını genişləndirmişdi. Abraham Lincoln-i Churchill, Napolyon və Charles de Gaulle kimi liderlərlə müqayisə etsək, bu fərqliliklər ön plana çıxır. Churchill daha çox krizis menecmenti və kollektiv psixologiyanın mobilizasiyası ilə tanınırdı. Lincoln isə uzunmüddətli institusional dəyişikliklərə fokuslanmış, struktural liderlik modeli qurmuşdu. Napolyon imperiya genişlənməsi üzərindən mərkəzləşdirilmiş hakimiyyət paradigmasını gücləndirirdi. Lincoln isə federativ identiklik və siyasi birlik anlayışını möhkəmləndirmişdi. Charles de Gaulle milli suverenlik konseptini yenidən qurmuşdu, Lincoln isə milli vahidlik ideyasını vətəndaş hüquqları üzərindən inşa etmişdi. Lincolnin siyasi qərarlarının mahiyyəti konflikt menecment və siyasi kompromis strategiyası ilə açıqlanırdı. O, daxili müharibənin təkcə bir proses kimi deyil, həm də ideoloji kütləşmənin institusional həlli kimi dərk etmişdi. Lincolnin siyasi davranışını üç səviyyədə qiymətləndirmək olar. Struktural səviyyə, aktorluq səviyyəsi və normativ səviyyə. Struktural səviyyədə dövrün iqtisadi sosial şərtləri onun siyasətinə zəruri çərçivə yaradırdı. Aktorluq səviyyəsi cəhətdən onun şəxsi xarakteri, sakit üslub, analitik düşüncə və emosional sabitlik qərarların rasional və irrasional komponentlərini balanslaşdırırdı. Normativ səviyyə cəhətdən isə qəbul etdiyi qərarlar dövlətin hüquqi siyasi sistemini dəyişdirərək uzunmüddətli demokratik konsolidasiyaya impuls verirdi. Abraham Lincoln yalnız tarixi şəxsiyyət deyildi. O, bəşəri siyasi təfəkkürün inkişaf trayektoriyasını dəyişdirən lider arxetipi idi. Onun fəaliyyəti göstərdi ki, siyasi liderlik sadəcə hakimiyyət praktikası deyil, həm də ideoloji məsuliyyət, institusional yenilənmə və xalqın kollektiv şüurunun istiqamətləndirməsidir. Videonun sona qədər izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm.